1937-ci ildə güllələr yalnız bədənləri yox, şeiri, sevgini və azad ruhu hədəf almışdı. Totalitar rejimin sevgi ilə işi olmadı. Ona görə də çox sevən şairlərdən biri Mikayıl Müşfiq susturuldu. Bəzən bir şairi öldürmək üçün güllə kifayət etmir. Onu unutturmaq lazımdır. Bu qatil, acımasız rejimin siyasəti idi. Bu videoda ilk dəfə olaraq Müşfiqin ölümü ilə bağlı illərlə gizli saxlanılan faktlara Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə doktoru, tarixçi Şakir Qabıstanlı Həmzəyevin apardığı araşdırmalara və sənədli bilgilərə yer veriləcək. Şakir müəllim, illərlə Müşfiqin harada və necə öldürüldüyü gizli saxlanılıb. Sizin tədqiqatlarınıza görə bu məlumatın bu qədər qapalı tutulmasının əsas səbəbi nə idi və kimləri qoruyurdu? Çox gözəl sualdır. Vaxtında və yerində verilən sualdır. Mən Mikayıl Müşfiq haqqında hələ orta məktəbdən müəyyən məlumatlar almışdım. Daha doğrusu məlumatlar vermişlər, xüsusilə müəllimlərimiz və yaşlı insanlar. Mikayıl Müşfiq birinci variant dənizə atılıb, təyyarədən, samalyotdan dənizə atılıb. İkinci variant güya bulada onu güllələyiblər, başından gülləni vurublar. Üçüncü variant güya Müşfiqi çəpərə hörüblər. Cürbəcür informasiyalar, dezinformasiyalar mənə də çatmışdı və çox düşündürürdü məni. Hələ uşaq vaxtlarından. Lakin son dövrlərdə yalan məlumat verildi ki, güya Müşfiqin qəbri Qaradağdadır və dövlət öz qayğısını göstərdi, necə lazımdır, yüksək səviyyədə araşdırıldı, hətta DNT üçün Londona göndərildi, onun qohumlarından biri vasitəsilə və yoxlanıldı ki, bu da yalan informasiyadır. Ümumiyyətlə, repressiya dövrünün özünə məxsus mürtəci xüsusiyyətləri var. Misal üçün, o dövrün repressiyalarında təkcə insanların qurban getməsi deyildi. Eyni zamanda Türk xalqlarına məxsus toponimlərin birinci növbədə məhv edilməsi, ziyarətgahların məhv edilməsi və yaxud da ki, xristiyanlaşdırılması prosesi çox güclü şəkildə gedirdi. Mircəfər Bagirovun dövründə 18 min adam, səhv etmirəmsə, öldürüldü. Bunlar Azərbaycanın, Türk dünyasının ən güclü alimləri idi. Hüseyin Cavid, Əhməd Cavad və başqalarını göstərmək olar ki, bunlar Azərbaycanın görkəmli dahi şəxsiyyətləri idi. Repressiyanın qurbanı oldu. Bunlardan da biri Mikayıl Müşfiq idi. Çox gənc yaşlarında istedadlı bir şair idi və onu da o repressiyanın qurbanı oldu. Repressiyanın özünə məxsus mürtəci xüsusiyyətləri var. Demək, bunlar o qanlı hərəkətləri edirlər və onu gizlədirlər. Onu gizlədirlər, dezinformasiyalar verirlər. Yalan, bunun əlamətini biz Böyük Dayaq filmində görürük ki, həmin dövrün əlamətlərindən idi. Rüstəm kişini çaya atırlar vurub və orada deyir ki, yayın, yalan məlumat verin ki, yedi, dağıtdı və özünü öldürdü. Həmin o Mirzə İbrahimov o dövrün əlamətləri kimi onu verir. Və Müşfiq də bu sayədə. Lakin həqiqət gec-tez üzə çıxır. Nahaq qan yerdə qalmaz. Mən 2-3 il bundan qabaq Dilbər xanımın qızı Leyla xanımın internetdə bir məlumatını, sənədini gördüm. Həmin məlumatda yazılırdı ki, Mikayıl Müşfiq 39-cu ildə mart ayında öldürülüb və yaxud da. Belə bir məlumat mənim diqqətimi cəlb elədi. Onu deyim ki, məndən başqalarının da diqqətinə alimlərin, lakin onlar buna müsbət reaksiya verməmiş, hətta bu sənədi, orijinal sənədi cəfəngiyat adlandırmışlar. Mən adlarını çəkmirəm, ancaq belə şəkildə olmaz. Bu dövlət sənədidir, notarius sənədidir. Sən bunu niyə başqa səmtə yönəldib, amma dezinformasiyaları dərhal qəbul edirsiniz. Bu, acınacaqlı bizim vəziyyətlərdən biridir. Və həmin sənədi mən göstərirəm. Bu sənədi mən
demək internetdən Leyla xanımın məlumatı idi və o haqda da məlumat verir. Bax, bu sənədə reaksiya verilməyib. Bu sənəd tam Ədliyyə Nazirliyinin məlumatıdır. Tam doğru olan bir sənəddir, real bir sənəddir. Burada nömrəsi, hər şey burada oturmuşdu. Və burada yazılır ki, 39-cu ildə. Amma deyirdilər 38-ci ildə. İndi mən sual qaldırıram. Bu 38-i deyən adamlar hardan götürüb bu məlumatı? Bu yalan məlumatı hardan götürüblər? Dezinfayeli bizim özümüz tərəfindən verilir ki, 38-ci. Hardan götürmüsən bunu? Yoxdur bunun kökü. Bu sənədin kökü yoxdur. Kimsə deyib ki, 38-ci ildə, 37-də repressiya qurban olub, həbs olunub, 38-də də güllələnib. Bunu belə deyirlər. Amma bu elə deyil, bu qanuni sənəddir. Bu adam 1938-ci ilin iyul ayında həbs olunub, 39-cu ilin martın 12-sində güllələnib. Güllələnib. Və burada əlavə bir məlumat verir ki, siz bunu Mərəzənin zaksından öyrənə bilərsiniz, arxivindən, zaksından. Burada verilir bu məlumat. Bunun arxasınca heç kim getməyib. Mən isə tədqiqatçıyam, diqqətimi cəlb etdi və mən onun arxasınca getdim. Dərhal zəng vurdum. Mənim rayonumdur Qapısan. Zəng elədim arxiv şöbəsinin müdiri Teymur müəllimə, çox sağ olsun, və Urfilə xanıma, zaksilərə çox sağ olsunlar. Dərhal onlar reaksiya verdi ki, bəli, bu sənəd burada oturub. Mən əmin oldum ki, artıq bunu tapmışam, kəşf etmişəm Müşfiq haqqında və onun sonraki məsələlərini də mən araşdıra biləcəm. Bu da ikinci Mərəzə haqqında burada yazılıb. Mərəzənin vakından, zaks şöbəsindən olan sənəddir. Mən bunu da getdim, götürdüm və burada bu sənəd, bax, təzə sənəddir, getdim oradan, aldım. Urfilə xanım sağ olsun, açdı, sənədləri tapdı, verdi, yazılıb burada. Şimdi fikir verin. Bu dövlət sənədidir. Tam, təmiz, dəqiq dövlət sənədidir. Burada nə yazılır? Sizin 12-ci ay 2001-ci il tarixli 8-1-13-2-98-2000 məktubunuza cavab olaraq bildiririk ki, 1908-ci təvəllüdü Qobustan rayonunun Nabır kəndində yaşamış, 12-13-39-cu ildə vəfat etmiş Mikail Müşfiq Qədir oğlu 04-7-56-cı il tarixli 12 il ölüm haqqında akt qeydi Qobustan rayon qeydiyyat şöbəsi arxivində tərtib edilmişdir. Milliyyəti Azərbaycanlı ölüm səbəbi qeyd edilməmişdir. Ölüm haqqında NE 16-49-28-ci şəhadətnamə verilmişdir. Buyur, bu sənəd yerində və düzgün olan bir sənəddir. Götürdüm. Demək, burada qeyd edilir Nabır kəndi. Nabır kəndi Mərəzədən bir 10 kilometr kənardadır. Oradadır. Sual olunur, Müşfiq Nabır kəndindən niyə yaşamalı idi? Kızıdandı. Bakı şəhərində də yaşayırdı. Bu Nabır kəndinə necə gedib düşürdü? Demək, Nabır kəndi o vaxt 51 rayonun 31 rayonunun polis rəisi ermənilər olur. 31 ermənilər olur. O vaxt Mərəzənin də polis rəisi erməni Zaxaryan idi. Bu məlumatda var. Hətta yerli cəmaat ona deyirdilər ki, şişman bir erməni olub. Deyirdilər ki, Zaxaryan kimi nə qodu gəzirsən. El məsələdir, belə deyirdilər. Yəni, qarnını verib irəli gedirdi. Demək, erməni Zaxaryan tərəfi o icra edib, bu güllələnməni. Əgər bu ölübsə, ölünün sahibi var. Ver geçsin də. Niyə belə yazır? Bu aldadıcı məlumatlardan da biri. Analitik bunu anlamalıdır ki, burada qaranlıq məsələ, gizlədilmiş məsələ var. Təbii ki, Nabır kəndində o güllələnib. Özdə tək tök o. O tək olmayıb. Bəlkə də oradan nə qədər insanları məhv eləyiblər. Tək Müşfiqi yox. Yaxın rayondur, Mərəzə rayonudur. Və burada 2 il buna zülüm veriblər. 2 il buna əzab veriblər. İşgəncələr veriblər. Necə ki, filmlərdə görürük,
başqalarına necə əzab veriblərsə, Müşfiqə də belə. Ancaq Müşfiq dönməyib. Öz əqidəsində qalıb və öz mübarizəsini ölənə qədər, son damla qanına qədər mübarizəsini apara bilib Müşfiq. Qaldı ki, bunun işgəncələr verilməsi haqqında mən bir dənə faktı qeyd etmək istəyirəm. Burada Dilbər xanımın, demək, ona da əziyyət veriblər, demək, həbs ediblər. Repressiya qurbanı Ümumgülsüm xatirələrində yazır. 27 fevral 1938-ci il. Üzbəyiz kameradan şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbərin səsi gəlir. Onu yuxarıya xəstəxanaya apardılar. Çətin başa düşülsə də onun bu sözlərini eşitdim. Mənə deyirlər dəli olmusan. Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin. Qəhərlənirəm. Müşfiqim gəlsin, atam gəlsin. Gedin qapını döyün. Deyin atam gəlin məni aparsın. İndi fikir verin ikinci məsələ burada. Hamımız çox pis əhval-ruhiyyə ilə gecəni səhər etdik. Dilbər tamamilə dəli olmuşdur. Onun yuxarıya, xəstəxanaya aparmışlar. Tam bizim kameranın üstündə olan palataya tək salmışlar. Dünən onu iğnə vurub sakit etmişlər. Axşama kimi yatmışdı. Axşam ayılıb yenə başladı. Bütün gecə səhərə qədər aram özünü ora-bura çırpıb, otağın içində o yana bu yana qaçır, ayaqlarını yerə döyüb nəsə danışırdı. O oxuyurdu. Şikayətli sözlər söyləyirdi. Onun dedikləri aydın eşitmək olmasa da bəziləri anlaşılırdı. Dilbər özünü oxşayırdı. Çox hüzünlü bir ahənglə deyirdi. Yazıq Dilbər, hey! Yetim Dilbər, hey! Kimsəsiz Dilbər, hey! Sonra sadə danışıq tərzlə Müşfiqin gəlsin. Atam gəlsin. Gedin qapını döyün. Atama deyin ki, gəlsin məni aparsın. Mənə deyirlər dəli olmusan. Mən yarımın yolunda ölməliyəm. Ey gözə görünməyən Allah, deyirlər sən yoxsan. Özün mənə rəhm elə. Fikir versiniz, diqqət etirsiniz, burada deyir ki, deyirlər yoxsan Allah üçün. Demək, repressiyanın, ateizmin ən güclü tuğyanı burada özünü göstərir ki, cəmaatı inandırırlar ki, Allah yoxdur. Allaha qarşı. Burada Dilbər xanım onu çox acınacaqlı, çox gözəl şəkildə verə bilir ki, deyirlər yuvarsansa gəl bənə. Yəni Dilbər xanım bu vəziyyətdə idi. O artıq ölüm ayağında idi. Amma döyüşürdülər. Eyni zamanda başqa bir kamerada Müşfiq də bax belə döyüşür. Müşfiq də belə deyirdi. Hətta mənim aldığım məlumata deyirdi Bagirova ki, Dilbər sənin anandır, sənin bacındır. Tədqiqatçılar özləri analiz eləsin ki, bu nə deməkdir? Bu nə demək istəyir burada? Hansı proseslər gedir? Yəni bu şəkildə demək bu artıq güllələnməyə bilməzdir. Şakir müəllim, Müşfiqin güllələnməsi qərarı konkret olaraq kimlərin imzası və təşəbbüsü ilə verilib? Bu mərkəzdən gələn bir göstəriş idi, yoxsa yerli çevrələrin təşəbbüsü ilə olub? Bəli, Müşfiq güllələnmişdi. Buna söhbət ola bilməz. İndi bunun da fakt argumenti mən ortaya qoyacağım. Siz təsəvvür edin, Qəzənfər Mustavəyova, Mircəfər Bagirov əlini stola çırpır, deyirdi, Qəzənfər, milçəyə, stolun üstündə milçəyi vurursan, onun izi qalır. Amma səni elə öldürəcəm ki, izin tozun qalmayacaq. Kamera açılanda Qəzənfər Mustavəyov çarpayının altına girirdi. Gör bu işgəncə nə dərəcədir ki, artıq psixoloji ölüm halların keçirdirlər bunlar. Bəli, bunları güllələnməsi dəqiqdir. Yəni
dedim ki 31 rayonda erməni var idi. Hər rayonda bu repressiyalar tətbiq olundu. Mollalar gedib, nə bilim kimlər gedib, artıq söz deyənlər gedib. Bunların çoxsu Sibir adı ilə deyir, amma elə öz kəndlərində, öz qonşuluqlarında öldürülüblər. Qaldı ki, bunun faktı, argumenti olmaq üçün mən tədqiqatçıyam, çölləri gəzirəm, axtarıram. 17 ildir mən bu axtarışlardadır. Çox böyük nailiyyətlər və 17 kitab sahibiyəm. Mötəbər kitablardır. Demək, burada mən bir dəfə gedəndə rayonuma, Qobustan rayonuna, mənim diqqətimi bir yer cəlb eləyirdi. Məndən asılı olmayaraq. Orada nəsə var, orada nəsə var. Nəsə bir gün yoldaşlarla mən getdim ora. Hətta aparat da var idi yoldaşların birində. Demək, çox maraqlıdır. Bunlar köhnə Bakı-Şamaxı yolunda, ətrafında mənim özümə görə deyirəm, dəqiq informasiyamdır. Mən bəlkə də yanılıram. Lakin oradan lazımi məlumatlar axtarılsa çıxarılacaq. Və orada yoldan kənarda, düzəngah bir yerdə, amma ikinci bir tərəfi uçurumdur. Elə bir yerdə bunları gülləliyiblər. Hətta mən oradan 1930-cu illərin 5 atılan patronundan, Gilizini. Çox təəssüf ki, mən o patronu atmışam, orada olmalıdır. Attım ki, Gilizin götürmədim onu. O mənim artıq neçə ildən sonra, bu bir neçə il bundan qabaq oldu, artıq diqqətimə düşdü və Müşfiqin izinə düşəndə aydın oldu ki, bəli, bu orada olacaq. İkinci bir tərəfdən bu haqda mənim 3 dənə versiyam var, 3 yer var burada, Qobustanda. Demək, bu yerlərə biri mən bilən ki, məncə elə buradan çıxacaq, mən dediyim yerdən çıxacaq, o tək yox, çox adam orada məhv eləyiblər. O da mövqeyli yerdir, yəni o dövr üçün mövqeyli yerdir, həm Bakıya yaxındır, həm də kimsəsiz yerdir, orada kimsəsiz yerdir, yaşayış da olmayıb və elə bir yerdə ağla batandır ki, bəli, onu orada gülləliyiblər. İndi mənə köməklik göstərilsə, qalan məsələləri də biz açıb ortaya qoya biləcəyik. Yəqin ki, açıb ortaya qoya biləcəyik. Şakir müəllim, Müşfiqin istintaq materiallarında və ya şahid ifadələrində onun son günləri ilə bağlı diqqətdən qaçan, amma taleyini anlamaq üçün açar ola biləcək hansı faktlar var? Mən onu deyə bilərəm ki, əvvəla burada bu sənəddə göstərilir ki, Müşfiq ölüm səbəbi qeyd edilməmişdir. Adama deyərlər ki, hər bir ölünün sahibi var. Əgər ölübsə bu, bunun sahibi gəlib bunu götürməlidir. Və yaxud ölübsə, verməlisən sahibinə. Kimi aldadırsan? Nəyi aldadırsan? Bu artıq açar söz kimi deyir ki, gizlədilir. Yəni güllələnməni saxlayırlar. O Mikhailov filmində var, deyir, Mazepa deyir, məni niyə vurdu? Şahid olmasın deyir. O dövrün məlumatlarından deyir. Yəni deyir ki, səni elə öldürəcəm ki, izin tozun qalmaz. Yəni bunlar verir ki, əlbəttə bunun güllələnməsi deyilməyəcək. Bu adi bir şeydir, Onun Nabur kəndinə aparılması, Mərəzədə erməninin rəis olması, o vaxt demək, Xızı, Şabran, Çiyəzən, Mərəzə polisinə baxırdı. O polisin də rəisi Xazaryan idi, erməni idi. Qəddar, şişman bir erməni. Yəni bunların əli ilə, dedim ki, 31 rayonda erməni olub polisdə. Demək, bunlar hamısı məqsəd yönümlüdür. Azərbaycanlı məlumat verə bilər, informasiya ötürə bilər, erməni verməz. Ona görə də məhz bunların əli ilə Azərbaycanın qəhrəman oğullarına, əvəzsiz oğullarına zərbələr vururdular, məhv edirdilər, gedirdilər.
Şakir müəllim, Yazıçılar İttifaqının iclasında dövrü mətbuatda Müşfiqə qarşı kəskin qərəzli, sərt fikirlər səsləndirilirdi. Müşfiq özünə qarşı bu münasibəti qəbul edə bilmirdi. Məni ölkənin ögey oğlu kimi qarşılayırlar, deyir və gözləri dolurdu. Sizcə bu münasibət nə üçün belə idi? Bilirsiniz, ataların gözəl bir sözü var. Yıxılana balta çalan çox var. Bizdə bir negativ xüsusiyyətdir, bu bizdə var. Ziyalılarımızda da var. Ki birini yıxmaq istəyirlərsə, yüzü tökülür onun üstünə. Özünü saxlamaq üçün, özünü qorumaq üçün, mövqe qazanmaq üçün bu xüsusiyyətlər açıq deyirik, var. İndi də var. Ən pis xüsusiyyətlərdən biridir. Axirətin ən əzablı variantlarından elə budur ki, sən haqsız danışırsan. Misal üçün, götürək bu qız məlumat verib bunları, Dilbər xanımın qızı Leyla xanım. Sağ olsun, bu məlumat olmasaydı mən bunları aça bilməyəcəkdim. Bu arayış Dilbər xanıma Ədliyyə Nazirliyindən 56-cı ildə verilib. Bilməm, görmüsünüz bunu ya yox. Müşfiqin ölüm haqqında. Şəhadət. Baxın. Burada yazılıb ki, o 39-cu ildə mart ayında Mərəzidə rəhmətə gedib. Və nömrəsi İndi harda? Mərəzidə, bəli. Mərəzədə. Mərəzədə. Şamaxıda. Bəli, Şamaxıda. Orada rəhmətə gedib. Deməli, o güllələnməyib, ora göndərilib və orada 39-cu ildə mart ayında rəhmətə gedib. Rəsmi sənəddir, bəli. İndi əgər ölübsə, deməli, o da dənizə atılmayıb, o da deməli ölüb, orada da bastırılıb. Ola bilsin ki, güllələnib bastırılıb, ola bilsin ki, sürgündə ölüb bastırılıb ora. Yəni o mərəzəyə o sürgün olunmuş. Bəli, bəli. Belə bir versin. İndi hansı doğru olacaq? Tək ki tapılsın, tək ki olsun. Mən inanıram ki, o bastırılıb, o dənizə atılmayıb. Bəs Dilbər xanım özü nə düşünüyordu bu illər? Dilbər xanım elə buna inanırdı. Hətta balaca xanımla bacısı ilə bu kağızı alandan sonra yas açdılar, qurdular, oturdular. Buna inanırdı. Hətta bu qıza deyiblər ki, mən adını çəkmirəm, bizim ziyalılar. Dilbər xanım onu özündən düzəldib o sənət ki, kompensasiya alsın. Ayıbdır belə şeylər. Mən bunu deməyə bilmirəm. Ki, bu ölüb, bu qəhrəmancasına, millət naminə, Azərbaycan naminə həlak olub. Sən buna deyirsən ki, bu saxta sənət. Ki, bir get yoxla, gör bu sənət. Niyə getmirsən iznini də alacaksın? Əgər sən bunu yanırsansa, tədqiqat aparırsansa, get arxasınca da yalan olur yenə qayıt girdə. Niyə deyirsən? Əgər mən indi üzə çıxmasaydım, diqqətimi cəlb eləməsəydim, bu sənət elə ölü kimi qalacaqdı. Bax, budur. O dövrdə də belədir. Bəli, onun əleyhinə çıxanlar. Çünki Bagirov demişdi ki, eləməlidirlər. Onda yaltaqlar və yaxud da ki, öz mənafini güdərlər, təbii ki, önə çıxacaq. Ancaq Müşfiq demişdi ki, demişdilər Müşfiqə ki, sən Hüseyin Cavidə yox desə, nə lazımdır eləyək. Şərait yaradaq. O demişdi, əgər mən sağ əlimlə imza, sol əlimlə imza alsam, sağ əlimlə o əlbi kəsərəm. Əgər mən sol əlimdən Cavidin əleyhinə yazsam, sağ əlimdən sol əlimi baltalarım. Müşfiq belə getdi. Ancaq bunun ikinci bir tərəfi də var. Yaltaqlar, ikiyüzlülər. Öz mənafini güdər. Onlar isə bu tərəfdən, bəli, Müşfiqə, tək Müşfiqə yox, başqalarına hamısının üzünə dururlar. Hamısının üzünə. Ancaq bunları mən nə deyə bilərəm? Bunlar çətin ki, o axirət əzabında nələr olacaq bunlar üçün, onu Allah bilir, bir də özləri bilirlər. Şakir müəllim, əgər Müşfiq öldürülməsəydi, sizcə Sovet ədəbiyyat mühiti üçün nə dəyişərdi? Onun yaşaması sistemi niyə bu qədər qorxudurdu? Çox gözəl, kövrəldici sual verirsiniz siz mənə. Mən bunu elə Müşfiqin öz sözləri ilə deyərdim. Qoxusuz lalədir, mənasız şeir. Qanadsız bir quşdur, xülyasız şeir. Gözəlsiz, çalğısız, məclisə bənzər. Məzmunsuz, ahəngsiz, ədasız şeir. Müşfiq poeziyamızın laləsidir. Müşfiq poeziyamızın ədasıdır. Müşfiq poeziyamızın özüdir, zirvəsidir. Əlbəttə Müşfiq əbədi yaşar bir
Allahın ən sevimli evladı. O 31 il yaşadı. İndiyə qədər deyirlər 29 il yaşayıb. Amma 31 il yaşayıb. Müşfiq elə bir dahidir ki 31 ildə bir gün təkrar yaşamadı. Yazdı, yarattı. Bəli, Mikail Müşfiqi öldürdülər. Çünki onun ruhu azad idi. Şeiri səmimi idi. Robotlaşmış sistemi sevmədi, tərifləmədi, qorxmadı. İlahi fitrətini satmadı. Qəddar ruhsuz Sovet senzurası bir şeyi çox yaxşı anlayırdı. Bəzən açıq şüar yox, saf hiss daha təhlükəlidir. Müşfiq şeirlərində azadlıq, müstəqillik, üsyan sözlərini yazmırdı. Amma insanın içində azadlıq ehtiyacını bu ideologiya üçün daha təhlükəli idi. Şüar düşüncəni, hiss isə ruhu oyadır. Ruh oyananda isə qorxu işləməz. Sovet sistemi insanı torpaqdan, yaradılışdan qoparmaq istəyirdi. Müşfiq isə insanı yenidən yaradılışa bağlayırdı. Bu açıq-aşkar fitrətə çağırış idi. Totalitar sistem üçün sevgi təhlükəli idi. Çünki sevən insan robot olmur, mexaniki itaət etmir. Qorxu ilə yox, vicdanla yaşayır. Müşfiqin sevgisi nə ideoloji idi, nə sifarişli, nə də icazəli idi. Bu sevgi ruhun Allahla əlaqəsini qoruyurdu. Müşfiq gənc nəsillərə bilgi yox, istiqamət ötürdü. Müşfiq gənc nəsilə öyrətdi ki, sevgi qorxa-qorxa yox, şərəflə yaşanmalıdır. Söz yalanın xidmətçisi deyil, həqiqətin şahidi olmalıdır. İnsan bəzən həyatı itirə bilər, amma ruhunu satmamalıdır. Və ən əsası gənclərə göstərdi ki, azad ruhlu qalmaq bəzən baha başa gəlir. Ruhsuz yaşamaq isə ölümdən də betərdir.